Gəlin belə bir suala baxaq. Burada fikir verin, kvadratlarımız var və dairələrimiz var. Deməli, kvadratları bir ayrı, dairələri bir ayrı baxırıq. Əgər ədədlərə sıranla ardıcılıqda kimi baxsam, artır. Burada uç azaldı. Deməli, biz belə baxa bilmərik. Biz ardıcılıqdan bilirik ki, əgər ədədlər artıb azala və yaxud da riskə düşə bilirsə, yəni azalıb arta və yaxud da artıb azala bilirsə, adətən biz ədədlərin ya toplamına ya da hadisəsinə baxırıq. Burada baxsaq toplamıdır. Yəni necə? Məsələn, onun rəqəmlərinin cəmi neçədir? Toplayıram 1 eləyir. 11-in rəqəmlərinin cəmi toplayıram 2 eləyir. 22-in rəqəmlərinin cəmi 4-dür, 14-ün rəqəmlərinin cəmi 5-dir. Onda bura mütləq ki 3 olmalıdır. Biz variantlardan yoxlayırıq ki, rəqəmlərin cəmi 3 olan hansıdır? Y variantı gedir, B variantı gedir. Çünki 10-cun rəqəmlərinin cəmi 4, 20 rəqəmlərinin cəmi 2-dir. Amma digərlərində 21-də 3-dür, 12-də 3-dür, 3-də də 3-dür. Buranı tapmışıq. İndi keçirik dairəyə. Dairədə görək necə ola bilər. Burada da ya toplamları ya da fərqi ola bilər. Baxaq. Burada baxın 9-dan 3 toplayıram 12 eləyir. 8-dən 2 toplayıram 10 eləyir. 7-dən 1 toplayıram 8. Burada isə 4-dür. Fikir versəz cüs ədədlərin artımı. Burada onda 6 olmalıdır. Çünki 4, 6, 8, 10, 12, 2, 2 artır. İndi baxırıq ki, y-in yerinə elə rəqəm tapmalıyıq ki, rəqəmlərin cəmi 6 eləsin. A variantında 58-dir, bunu toplayanda 13 eləyir. Deməli səhvdir. C variantında toplayanda 61-i 7 eləyir. Deməli bu da səhvdir. Amma həqiqətən D variantına baxın. 60-ın rəqəmləri cəmi 6-dır. Deməli cavabımız olur D variantı.